Kirayə ev tapa bilmirlər. TikTokda Azərbaycanın ən böyük problemlərindən biri budur ki, bu gün ölkə 2 yerə bölünmüşdü axı. Bilmirəm, xəbəriniz oldu yoxsa yox. Hər vaxtınız xeyir. Ömrayın gündəmindəsiniz. Tələbə oğlanlar ev tapa bilmirlər. Daha doğrusu kirayə ev tapa bilmirlər. TikTokda hoqqa verən qızlar isə günü 1200-1500 manata kirayədə qalırlar. Facebookda bir səhifə var. Hər dəfə kiminsə səhvini tutur və tənqid edir. Azərbaycanın ən böyük problemlərindən biri budur ki, məsuliyyət sözü düz yazılmayıb. Necə düz yazılsın? Tələbə oğlanlar kirayə ev axtarırlar. Hələ də tapa bilmirlər. O gün ölkə 2 yerə bölünmüşdü axı. Bilmirəm, xəbəriniz oldu yoxsa yox. Ölkənin bir yarısı TikToker Arzum üçün ayağa qalxdılar, azadlıq tələb etdilər və onu birbaşa məhkəmə zalından dartıb aldılar. Digər yarısı fikirləşdi ki, biz niyə boş dayanırıq? Hurrey deyib ayağa qalxdılar, elə Talih Yüzbəyovun əlindən çəkdiyi reklamı dartdılar, aldılar. Belə baxıram ki, nə də olmasa, dartıb almaq söhbətində yaxşı tutuzdurmuşuq. Bu barədə çox yaxşı istedadımız var. Sadəcə bir problem var. Biz bu istedadı düzgün yerə yönləndirmirik. Düzgün yerdən düzgün şeyi dartıb ala bilmirik. Problem ondadır. O gün də mamam gəlib deyir ki, bütün Facebook, daha doğrusu bütün Qubadlılar yığışıb Sərdar Cəlaloğlunu söylürlər. Mənə deyir ki, bala, sənin ətrafın genişdir. Belə gör qəşəng, samballı, bir-iki söyüş tapa bilirsənmi, gətir, eldən obadan geri qalmayım, mən də söyüm. Çıxa-çıxda mənə deyir ki, qızım, elə ki, abırlı söyüş olsun ha, da gedib kişi söyüşləri gətirmə. Bizim evdə söyüşün də etikası var. Qubadlı söyüşü milli irs kimi qorunub, saxlanır. Sərdar Cəlaloğlu da çıxıb deyir ki, Nəbi oğrudur, quldurdur. Bu da Qubadlı cəmaatının qəzəbinə tuş gəlib. Hamısı ayağa qalxıblar. Və Sərdar əmi görüb ki, Qubadlı cəmaatının qarşısında tab gətirə bilmir, qayıdıb deyib ki, valla bunu mən demirəm ki, Maksim Gorki öz əsərində deyib. Yəni ki, ben bilməm, Gorki bilir. Nə bilim, valla ölkənin gündəmində ürək açan heç nə yoxdur. Hər şey çox qarma-qarışıqdır. Ancaq bunun fövqündə başqa bir Azərbaycan da var. Çoxumuzun görmədiyi, çoxumuzun bilmədiyi o Azərbaycandan danışmaq istəyirəm sizə. Mən də o Azərbaycanı elə əmim qızının statuslarından tanımışam. Mənim bir əmim qızı var, Gülnaz, modelierdir. Özdə elə beləsindən deyil ha, nənəm demiş, boş şişəsindən. Hər dəfə onun paylaşımlarına baxıram, adamın ürəyi açılır. Moda sərgiləri, musiqi festivalları, caz konserləri, musiqi, zövq, incəsənət, hər şey orada birləşib. Sanki Azərbaycanın içində, fərqli bir Azərbaycanda yaşayır. Hərdən istəyirəm Gülnazdan soruşam ki, ay bacı, sən heçmi bu TikToka girmirsən? Gecələr heçmi o TikToku səhifələmirsən? Heçmi Facebooka, Instagrama girmirsən? Çünki bu gündəmdən xəbəri olan, bu sosial şəbəkələrdə gəzən insan heç vaxt estetik moda zövqünü formalaşdıra bilməz. Heç vaxt zövqünü bu sahədə gəlişdirə bilməz. Günün 24 saatı sosialda hoqqa izləyən insanın beyni buna müsait deyil. Beyin də çönüb adama deyər ki, bacı incimə, mən çıxdım. Mamam da bir tərəfdən narahatdır, deyir, görən oğlanlar nə oldu, özlərinə kirayə ev tapa bildilər ya yox. Sonra da qayıdıb deyir ki, valla oxumaqla deyil ha. Gərək ağılları olsun, qoşulsunlar canlıda Vəlizarın canlısına. Vəlizarın nəyi də olmasa, geniş ürəyi var, onlara kömək eləyər. Hələ ki, bu qədər. Özünüzdən müğayət olun.